Tikintiyə yox deyən qadının ürəyi gedir. Hətta üstünə təcili tibbi yardım da çağırılır. Görüntülər Sumqayıtdandır. Saçdaşırsan biraz. Sumqayıt şəhərinin 14-cü məhəllə ərazisində ev 1A 3B'nin sakinləri ilə Sumqayıt MMC tikinti şirkəti əməkdaşları arasında insident olub. Narazılığa səbəb olan əsas məsələ hazırda yaşadıkları binanın qarşısında yeni yaşayış binasının tikilməsi planlıdır. Birdən söhbəti yoxdur bu. Bəs burada nə iş görəcək? Burada abadlıq işləri görüləcək. Onda hasara nə ehtiyac var? Ona görə ki, abadlaşmalıdır da. Bu da özü şəxsi çıxarışlı torpağımız özümüzün. Bura? Bəli. Sənədlərimiz də var. Siz deyirsiniz ki, orada bina tikilməyəcək onda? Xeyr, bura binadan söhbət getmir hələ. Kim deyir ki, bina tikiləcək? Sakinlər iddia edirlər ki, tikinti işləri üçün nəzərdə tutulan sahədə illərlə böyümüş ağaclar artıq kəsilib və ərazi qanunsuz şəkildə hasarlanır. Onların sözlərinə görə bu tikinti reallaşarsa, mövcud binaya hava və günəş işığının daxil olması məhdudlaşacaq. Həmçinin avtomobil dayanacağı və uşaqlar üçün oynaq sahəsi kimi istifadə etdikləri genişlik itəcək. Çox yaxın məsafədə bina tikmək istəyirlər. Biz öz gücümüz hesabına burada yaşıllıq saldıq. Hətta baxsaz görəsiz meyvə ağacları, gözəl çinar ağacları bitib burada. Ən yaxın qonşumun ürəyi sıxıldı. Burada onun başına bir hadisə gəldi və ambulans keçə bilmədi. Neçə illərdir bizi burada narahat edir. Özünüz görürsünüz ki, bu iki binanın arasının məsafəsini yəqin özünüz çəkib görəcəksiniz ki, hesaplasan iki binanın arasında bir 50 metr ara yoxdur. Qanuna qalanda 25 metr ara olmalıdır binanın tikilişidə. O 16 metr qoyub binanın tikilməyini. O yüzden gəlib ki, sənətim var, filan şeyim var, yəni sənəti də oldu, hər nəyi də oldu, olmadı. Bu iki binanın arasında illərin binasıdır bu. Bura 60 ilin binasıdır, köhnə binadır bura. Buranın yanı belə olmaz. Burada tikinti keçsə bizim binamız yararsız vəziyyətə düşəcək. Sumqayıt MMC tikinti şirkətinin direktor müavini İskəndər Abdullayev bildirib ki, hazırda ərazidə yalnız ilkin hazırlıq işləri aparılır və heç bir tikinti başlamayıb. Ərazidə bütün işləri qanunvericiliyə uyğun şəkildə həyata keçirirlər. Hələ ki tikintidən söhbət getmir. Mövcud sənədlərimiz var və heç bir qanunsuzluğa yol verilmir. Sizə bildirmək istəyirəm ki, 2012-ci ildə orada mövcud həmən yerdə qarajları olub, maşın saxlamaq üçün fərdi insanların qarajları olub. Həmən qarajları biz şəhərin görünüşünə xələl gətirdiyi üçün bizim burada hazır ki yaşayış kompleksimizin baxımına xələl gətirdiyi üçün biz o sahiblərindən o qarajları almışıq, hər biri ilə halallaşmışıq. Onu təmizləyəndən sonra, o ərazi təmizlənəndən sonra bizim layihəmiz olub 2014-cü ildə Sumqayıt şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə bizə 4000 kvadrat metr torpaq sahəsi ayrılıb. Həmən sahəni biz abadlaşdırdıqdan, təmizlik işləri aparandan sonra sakinlər müdaxilə elədi. Biz oranı əvvəldə zaborlamaq istəyirdik, ərazini hasar almaq istəyərkən, onda da bizə maneçilik törətdilər. Və o vətəndaşla orada sizin əməkdaşlar arasında bir insident olub? Xeyr, bizim işçilər ora gedəndə zabor hasara almağa bastırarkən bizə çox maneçiliklər törəndi. Başladılar onun hamısını spekulyasiya eləməyə özləri. Bizə mane oldular, biri maşını saxlayıb, indi də çəkə bilərsiniz oradadır. Dünəndən çıxartmır maşını, digəri maşını saxlayır texnikanın qabağında. Qeyd edək ki, hazırda məsələ ictimai rezonans doğurub və sosial şəbəkələrdə də geniş müzakirə olunur. Sakinlər həmçinin ətraf mühitin qorunması və şəhərsalma planlarının şəffaf yanaşılmasının təmin olunması üçün daha ciddi nəzarət tələb edirlər. Adiyyə orqanlara müraciət etdiklərini və qanunsuz hesab etdikləri tikintinin qarşısını almağa çalışdıqlarını bildirirlər. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, şikayət olunan əraziyə artıq baxış keçirilib və tikinti işlərinin aparılmadığı müəyyən olunub. Digər məsələlər isə tam şəffaf araşdırılacaq. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.